Salam əziz şagirdlər, bu günlər qəşəng bir maraqlı sualın izahına baxaraq gəlin başlayaq. Mən sizə hər iki versiyanı göstərəcəm. İlk olaraqdan yazını göstərirəm, çünki biz yəni imtahanı kompüterlə yox, vərəqlə veririk. O səbəbdən də gəlin vərəq üzərində öyrənək. Deməli, backspace deyir, belə bir söz yazıbdır. Yazdığı sözdə kursor E-dən sonra dayanıbdır. Deyir, backspace-i 4 dəfə sıx. Backspace mən bilirəm ki, geriyə doğru silir 4 dəfə. Baxın, 1, 2, boşluq var, 3 və 4. Getdi mi bunlar? Aha, 4 dənəsi getdi. Gəlin, hətta bax, bunları silə də bilərəm. Deyir, 4 dəfə bunları sıx. Sıxdım. Tamam. 3 dənə deyir, irəli düyməsi. Yəni, kursoru buradan götürürəm, 3 dənə irəliyə gətirirəm. Yəni, 3 addım irəliyə gəlirəm və bu zaman da necə olmuş olur? Gəlin, baxaq. 3 dənə irəliyə gələn zaman gəlir, durur burada. Sonra deyir ki, 5 dəfə delete düyməsini bas. Delete deyil, irəliyə doğru silir. Baxıram, bax, 1, 2, 3, 4, 5. 5 dənəsini mən irəliyə doğru sildikdən sonra deməli heç nə qalmır burada, düzdür? Sildim bunların hər birini, əla. İndi davam edirəm. Görək nə deyir bizə? Deyir ki, 5 dəfə də delete düyməsini sıxdıq. Bax, bura qədər hər birini elədik. Backspace-i də deyir 6 dəfə sıx. Gəlin baxaq. Deməli, bunları sildikdən sonra mən burada boşluğu da sildiyimə görə bunların yanaşı formada olur. İndi göstərəcəm sizə niyəsinə. Çünki mən bayaqları silən zaman yadınızda sizə dedim, boşluğu da sayıram. Boşluğu da silmişdim oradan. Yəni bunlar bir-birinə bitişik olur. Sadəcə mən dəftərdə, vərəqdə yazdığımız üçün bu formada görünür. Yəni bu sizə çaşdırmasın. Deməli, backspace-i 6 dəfə sıxırıq. Gəlin baxaq. Bax, 1, 2, 3, 4, 5 və 6. Nə sözü qaldı? İnforma sözü qalmış oldu. Cavabımız da Y variantı olur. İndi gəlin bunun niyəsini və səbəbini də mən sizə bu yazı üzərindən izah edeyim. Baxın, eyni yerdədir. Kursorum da eyni yerdə durubdur. Aha, indi başdan işləyirəm mən bunu sizlə. Gəlin, bunları silək. Bu pluslar bizi çaşdırmasınlar. Aha, deməli, getdik. Dayanıb burada kursor. Tamam. 4 dəfə deyir backspace-i bas. Basıram, baxın. 1, 2, 3, 4. Getdi mi 4 dənə? Tamam. Boşluğu da sildim deyə gördünüz, boşluq qalmadı. 3 dənə irəli düyməsi. Kursorun yerinə baxın. 1, 2, 3. Aha. 5 dəfə delete. Bastım. 1, 2, 3, 4, 5. Əla. Bəs backspace dedir 6 dəfə bas. Basıram. 1, 2, 3, 4, 5, 6. Nə qaldı? İnforma sözü qalmış oldu. Hər iki versiyasını göstərdim. Ümid edirəm ki, aydın olar. Daha detallı, daha izahlı formada dərslərimə qatılaraqdan yararlana bilərsiniz.